daha bir fake məlumat. Deməli, olmayan kredit təşkilatlarının adı xüsusi xidmətdə əyləşən adam media nəzarətdə işlədiyinə görə bu homoseksual, vahabi istədiyi orqana vəzifəsindən sui-istifadə edib təsir və təzyiq göstərə bilir. Yəni bu bir xəstədir. Yəni bu vahabi xəstədir. Hətta Azərtaca belə fake məlumatlar göndərməklə belə bir məlumat yayıb. Böyük ehtimal bu şəxslər var, hansılar görülüb, güya ki tutulub. Böyük ehtimal bu şəxslər tutulmayıb da. Bundan əvvəl də xüsusi xidmətdə oturan bu Alatavada zövcəliklə məşğul olan bu vahabi, bu üzdən İraq, homoseksual, sadəcə olaraq mənim başıma açdığı oyunların izini itirmək və paralel olaraq narkotik dövriyyəsinin izini itirməklə məşğuldur və öz hal-hazırda vəzifəsindən sui-istifadə edərək bu növ məlumatları yaymaqla məşğuldur. Təbii ki, Azərtacda qeyd eləmişəm ki, siz Azərtac olaraq dövlət vahabi əməkdaşının təsiri ilə cinayət izni itirməsilə məşğulsunuz. Bu şəxslər adi şəxslərdir, yalan fake məlumat yazmayın, vahabilər sözlük durmayın. Yəni hər şey bu qədər sadə. Yəni bu şərəfsiz, ləyaqətsiz Mirqafar tapşırıqlarını yerinə yetirir və hal-hazırda öz Mirqafar Seyidovla qurduğu çirkin oyuna əsasən mən güya ki məni oyuna salıb yerləşdiriblər köhnə Günəşlər ərazisində. Amma əslində bu da təbii ki onların çirkin oyununun bir hissəsidir. Deməli belə bir şəxs də var. Adını qeyd eləmişəm burada. Mahir adı. Mahir Fərhad müəllimin işçisidir. Yalandan şəxsiyyət vəsiqə veriblər Mahirə. Güya bunun soyadı Muxtarovdur və bu şəxs də cinayət izninin itirilməsi ilə məşğuldur. Təbii ki, bunlar hamısı cinayət tərkibli, cinayət əsaslı məsələlərdir. Bunun da arxasında duran şəxs kimdir? Mirqafar Seyidov. Mirqafar Seyidovun ailəsi, ailə üzvü hansı ki Kənan Hacıyevlə bir şöbədə işləyirlər. Baş əməliyyatçı İbrahimlə eyni idarədə, baş müzakirə cinayətçilər mübarizə idarəsində işləyirlər. Hal-hazırda bu xüsusi xidmətdə oturan alçaq, bu homoseksual, gənc oğlanlara meyli olan binamus bir qeyrət öz vəzifəsindən sui-istifadə edərək məlumat portallarına sadəcə olaraq fake məlumatlar yerləşdirir. Və bizim cənab general-mayor Əlfət Rızayevdən real məlumatları gizlətməyə çalışır. Və inşallah bu yaxınlarda həbs olar. Mənim bıçaqlanmamamı da bıçaqlatdıran bu adam olub. Əlfət Rızayevin xəbəri olmadan mənə bu adam bıçaqlatdırıb. Mənə elə xüsusi xidmətdə oturan bu şərəfsiz, ləyaqətsiz tutturub yeri gələndə. Hamısını eləyən bu Alatavada yaşayan Fikət adında şəxsin bir növ qonşusudur. Bu da həmən Fikətin əmi də yazmışam. Şərəfsizə. 055 720 2399. Sadəcə olaraq bu adam həmən bu cinayətlərin özü də başında durduğuna görə bu cinayətlərin izni itirməklə məşğuldur. Və bu şəxsə rüşvət almağında və bu şəxsin cinayət izninin itirilməyində buna köməkli dəstək duran çox şəxslər var. Həddən çox şəxslər var. İnşallah tezliklə general-mayor Rızayev bu həqiqətləri bilər, öyrənər və bu şərəfsizlərlə bağlı, bu vahabilərlə bağlı tədbirdə görər.